İran əgər bugün özünün hava məkanını praktik olaraq sıfır səviyyədə qoruya bilirsə və hər bir aparat uçub, bəli, İran son 10 illiklər ərzində çox işlər görürdü. İndi məsələn, mən də biraz araşdırma elədim, bura gəlməmişdən öncə əlavə məlumatlar aldım ki, İranın o raket bazaları 400 metr, 500 metr dərinlikdə dağların altında yerləşir. Yəni bunu bir nəfərdə qarışqa yuvası deyirlər də, o qarışqalar ki, özlərini yuva qururlar, sonra onun hər hansı bir formada şəklini çəkəndə baxırsan ki, bunu nə böyük bir məharətlə ediblər. Ediblər bunu, yəni məqsədgönüllü şəkildə ediblər. Amma ortada bir məsələ var da, bugün maliyyə və güc və texnologiya məsələsi var. Bugün kimin tərəfindədir bunlar? Dünyanın hegemoni iqtisadiyyatının 4/1-nə sahib, böyük hədəflər qoymuş və Trump indi belə deyək də, biz onu verdiyi bəyanatlara görə ciddi qəbul eləmirik və yerli də, haqlı da onu tənqid edirik. Amma gələndən bu adam Amerika üçün, Amerikanın dünya hegemonluğu yolunda artıq bir ildən bir qədər artıq vaxt ərzində Panamanı götürdü, Venezuelanı götürdü, Kolumbiya əl qoydu. Trump'ın yox, Amerikanın hegemonluğunu təsdiq edəcək və bu hegemonluğun altından mühür vuracaq addımı gəlib İranda söykənib dayanıbdır. Bilirsiniz, Ləman xanım, bir qədər İranda bacarmır mı yəni söykənib dayanıb deyirsiniz? Deyəcəm, bacaracaqdır. Efirlərin birindən dedim. Yugoslaviyada 6 dövlət yarandı dağılandan sonra. Bir dövlət də. Hamı elə bilir ki, Yugoslaviyanın məsələn dağılmağın səbəbləri nədir, kökləri nədir? Yugoslaviyanın 20 milyard dollar borcu vardı beynəlxalq təşkilatlara. Və ödəmirdi. Dəfələrlə baskılar oldu, dəfələrlə xəbərdarlıqlar oldu, dəfələrlə onu tələb elədilər, meydana çəkdilər ki, sən bu borcu ödəməlisən, indi bu borcu silmişəm. Dedilər, indi bax gör nə təsirliyirsən. Gördünüz nə günə qoydular? Yugoslaviyanın yerində 6 dövlət yaradılar. Yəni, böyük maddiyyat olan yerdə böyük maraqlar var. O maraqlar olan yerdə heç nəyə baxılmır. O Zəngəzur dəhlizi haqqında sizin də efirdən dəfələrlə demişdim. Ermənistan bir vaxt bu sülh müqaviləsinə qədər bizi bunu sağa, sola çəkirdi, müxtəlif başqa alternativ marşrutlar bizə təklif edirdi. Mən deyirdim ki, açılacaqdı bu. Lazım gəlsə Ermənistanı böyük güclər tank tırtırlarının altında qoyarlar. Söhbət trilyonlarla qazançdan, mənfəətdən gedir. Yəni, bugün Hörmüz boğazından təkcə o körfəz ölkələri gündə 2 milyard dollara qədər itki ilə üzləşirlər. Neftin qazın çıxmamasının səbəbindən. Birinci növbədə sıxılmış qazdan söhbət gedir. Əsasən neftin çıxmaması səbəbindən. 2 milyard dollara qədər bunlar təkcə itkiyə məruz qalırlar. 20 milyon barel neft dünyada istehlak olunan gündəlik neftin hardasa 20%. Bu sıradan bir məsələ deyil. Bu dünya ilə belə bu şəkildə nə qədər gücün olur olsun. Əvvəla sənin hava məkanın yoxdur. Sənin müasir texnologiyalar, sən bir sahəni yaxşı inkişaflətdirmişsən, bəli, raket sənayesini yaxşı inkişaflətdirmişsən və o üslubda pilotsuz uçuş aparatları və bir də sənin ideologiyan güclüdür, bunu heç kim danmır. Yəni, dini ideologiya ilə, Sepahın o üzvlərinin hamısı o ideologiya uğrunda mən izah edirəm ki, mən belə düşünürəm. Böyük əksəriyyəti düşünmədən, daşınmadan canlı o yolda qurban verir. Yəni, bunların o şəkildə, belə deyək də, təbliğatla o şəkilə gəlib, bu vəziyyətə gəlib çatır. Ona görə bunların ancaq olması yetərlidirmi ki, İran qalib gəlsin? Amerika bu müharibəni hər hansı bir formada uduzsa, yəni deyək ki, qoyub geçsə və yaxud da elan eləsə Hörmüz boğazını götürmədən, demək ki, o Fars körfəzindən nəzarəti ələ götürmədən geçsə, bu Amerikanın dünyada strateji bir məğlubiyyət olacaqdır. Edəcəksə olacaqdır. Yəni, bu addımı atsa olacaqdır. Və bu strateji məğlubiyyət o deməkdir ki, Çinlə böyük savaşda Amerika artıq məğlubdur. Məğlubdur, geri çəkilir. Çünki Çin son illər ərzində ən Amerikanın çəkindiyi, narahat olduğu bir məsələdə Amerikanı başlayıb üstələməyə, müasir texnologiyalar. Vaxtilə texnologiyalar baxımından Çin Amerikanın əlinə baxırdı. Amma son 10 il ərzində Çin elə bir sürətlə inkişaf edib ki, hətta texnologiyalar baxımından bəzi sahələrdə Amerikanı üstələməyə qədər. Ona görə bu məqamda ki, Amerika Çini öz kürəyinin arxasında nəfəsini hiss edir birincilik uğrunda. Bu məqamda Amerikanın geri çəkiləcəyini mən inanmıram. Olsun ki, geri çəkiləcək, bilmirəm. Çünki deyirlər, Əfqanistandan geri çəkildi, Vyetnamdan geri çəkildi, bəli, bunlar olubdur. Amma nə Vyetnam, nə Əfqanistan Hörmüz deyil.
Nə Vyetnamda, nə Əfqanistanda dünyanın iqtisadiyyatının arteriyası keçmirdi. Yəni dünyanın taleyi orada həll olunmurdu. Orada lokal bir hadisə idi, oradan çıxıb gedə bilərdi. Əfqanistandan da qoydular, çıxıblar, getdilər. Amma burada dünyanın taleyi həll olunur. Ona görə mən hesab etmirəm ki, Amerika burada geri çəkiləcək. Aydındır, buyurun. Buyurun. Üzr istəyirəm. Taktiki nüvə silahı barəsində mən sizin də verilişdə demişəm. Bütün ona qayıdacaq. 7-8 efirdə deyirəm. Onu tətbiq etmək lazım gəlsə belə edəcəklər. İndi dediniz BMT-nin bir nümayəndəsi. Ona qayıdacaq, ona məxsusi qayıdacaq. Mən də deyirəm ki, bax, ona lazım gəlsə, amma bunu dəfələrlə demişəm, bu gün də deyirəm ki, onu tətbiq etmək lazım gəlsə belə, onu da özü eləməyəcək, onu İsrail elətdirəcək. Onu edəcəklər, amma geri çəkiləcəklər. Bu mənim fikrim. Buyurun. Əvvəl onu deyim ki, 21-ci əsrdə müharibənin xarakteri orta əsrlərdən ən azı 2-ci Dünya müharibəsinin xarakterindən kəskin fərqlənir. Ordular üz-üzə dayanıb, yəni bu tərəf tutaq ki, 100.000 qoşunu, 50.000 qoşunu əsdi, kəsdi, doğradı. Bundan müharibənin xarakteri dəyişildi. İndi də gördüyünüz kimi, yəni bu nöqtə atışı ilə, xüsusən raket texnologiyasının, yəni istifadə olmaqla müharibə həll olunur. Mən onu demirəm ki, şəxs mənimlə o barədə razıyam ki, əlbəttə texnoloji baxımdan, yəni Amerika təbii ki, İrandan yüksəkdir. Bundan söhbət getmirlər. Söhbət ondan gedir ki, hər bir müharibədə, tutaq ki, müharibənin olur planı. Deyək ki, o 2-ci Dünya müharibəsində Barbarossa planı vardı və s. və s. Yəni bu plan. Bu planda strateji hədəflər vardı. Bu İsrail, Amerika, İran müharibəsində də strateji hədəflər var. Bunu da heç gizlətmirlər, müharibə başlamamışdan əvvəl də, müharibənin gedişində də, son günlərə qədər də elə Trump bu tələbləri rəsül gətirib, bu tələblərin sayını 15-ə çatdırıb, hətta çox absurd tələblər də yükləyib ki, tutaq ki, bunların əsas bəhanəsi İranın atom silahı olmasın. Olmasın, heç İran da özü arzu eləmirdi. İranın dini... Arzu eləmirsə də bu çabalar nədən ötürü dayıdır? Nazir müəllim o boyda. Deyim. Yəni, İranın dini lideri Xameneyinin fitvası da vardı. Dinə də, İslama da uyğun gəlmirdi. Bu silah onun istifadəsini qadağan eləmişdi. Obama'nın hakimiyyətinin son dövrlərində 2015 idi, nə vaxtlardı, İranla çox yaxşı bir anlaşma imzalandı ki, İran Uran, axı onun atom elektrik stansiyası vardı, bu şehir, onu Ruslar tikib də. Burada uranın yanacağından istifadə olunmalıdır. Onu 3,3%-ə qədər zənginləşdirilməlidir, artıq zənginləşdirməməlidir. İran da razı olmuşdu. Hətta daha artıq zənginləşdirilmiş uranın mübadilə olunmasını razılaşdırılmış ki, İran onu verir, əvəzinə yanacaq kimin tələb olunan uran alır və s. və s. Bu Trump hakimiyyətə gələn kimin, onun hamısını ləğv elədi. Elə Netanyahu'nun təhriki ilə. Birinci hakimiyyəti dövründə. Bəli, elə o vaxtdan da, yəni beyninə qoymuşdu. Yəni Netanyahu'nun İsrailin təhriki ilə beyninə qoymuşdu ki, yəni bu olmamalıdır, Netanyahu da deyirdi ki, olmamalıdır, bu Obama'nı söyürdü, tənqid ki, olmamalıdır, birinci onda pozdu. Yəni təklif olunan layihəni, anlaşmanı ilə Amerika təklif etmişdi, əvəzində bu iqtisadi embargo zəiflədildi və bütün İran xalqı küçələrə tökülmüşdü, toy bayram edirdi. Bu Trump 2016-cı ildə hakimiyyətə gələndə İsrailin tərkini onu ləğv elədi. İndi bu dəfə də, özü də 2025-ci ilin müharibəsində bu danışıqlar uzun gedən prosesdə, yəni bir günün, bir saat işi deyirlər, danışıqların 6-cı raundu ərəfəsində 2 gün qalmışdı ki, bazar günü 6-cı raund başladı, 5-ci gün, cümə günü, yəni vurdular. Əməliyyatlar başladı. Vurdular. Omanda danışıqlar oldu. Bəli. İndi də, yəni danışıqların, o diplomatiyanın təzə-təzə belə bir sürət götürmək istədiyi bir vaxtda yenə bunlara İranla razılaşma lazım deyil. Lazım deyil. Nüvə silahı İran istehsası lazım deyil. Ay Nazir müəllim, İran niyə onda Netanyahu-nu o qədər qorxutdu ki, Netanyahu təhrik elədi? İran niyə qorxudur? Birincisi odur ki, qorxutsa da qorxutmasa, bu dövlətin, bu Yəhudilərin, Siyonizmin, indi vaxt olsa o iki postulatı var, onu deyəcəm. İrandan söhbət getmir. Bunların qarşısına qoyduğu neçə min illik plandır ki, bu həyata keçirilməlidir. Bax, bu planın, lap yaxından başlayaq, vaxtınız olsa icazə verərsə onu da deyərəm. 1948-ci ilin mayında İsrail dövləti yaradılanda, deməli orada təxminən ərazinin 50%-i
Fələstinlilərə verilirdi, 50% bu İsraillərə, İsrail dövləti və Fələstin dövləti yaradılmalıydı. Bax, indi o xəritəyə baxın, 50'nin əlindən Fələstinin ən çox əlində qalıb 20%, 80% İsrailin əlindədir. Dünyanın 143 dövləti Fələstini dövlət kimi tanıyıb, hətta Fransa və Avropa dövlətləri də tanıyıb, İsrail bu Fələstin dövlətini yaratmağa icazə vermiş. 143 də onu dövlət kimi tanıyıb, torpağın əlindən alıb, o 50%'in, 30%'in də əlindən alıb, Qəzzada törətdiyi o insani bəşəri cinayətlərin hamısı şahidisiniz. Yəni, İsrailə və Amerikaya İranla sülh, müqavilə, anlaşmaq lazım deyil. Onlar özü təhrik edir ki, bu iş pozulsun və burada mən elə Erdoğan'ın dediyinə haqq qazandırıram da. Niyə sənə nüvə silahı olar, mən olmaz? Məsələn, bunu bir adam mənə izah edir. Niyə sənə olar, mən olmaz? Yəni, siz düşünürsünüz ki, İranın nüvə silahı olmalıdır? İranın da olmalıdır, Türkiyənin də olmalıdır. Çünki başqa cür... Onda ərəb ölkə, körfəz ölkələr də istəyəcək də, Səudiyyə deyəcək, mənim də olsun. Olsun, hamısının haqqı var. Amma böyük orta projesinin qarşısını almaq üçün, bu regionda sülh yaratmaq üçün, bu iki dövlətin əlində nüvə silahı olmaqdan başqa ikinci bir çarə yoxdur. Bax, 78 ildir İsrail yaradılıb, dediyim kimi, Fələstin torpaqlarını əlindən alıb, nə qədər insanlar qırıb, Qazzada daşda daş qırmadı. Siz bir misal göstərin ki, bu 78 il ərzində bu bölgədə qan və gözyaşı nə vaxt durub? Durmuyor. Yəni, hətta onu sizə deyim ki, bax, Siyonizmin birinci postulatı ki, bu torpaqları Allah bizə vəd verir. O Allah da kimin yanında bunlara vəd verir, məlum deyil. Misirdən çıxıb gəlib bu ərazi tutanda Laman xanım, Musa'nın Tövratını mən bir hissəsini tərcümə edib qəzetdə çap edirəm. Özləri yazır, Tövratda mən sizə deyirəm. Yəni bunların düşmənlərinin sözünü demirəm. Musa öz ordusu ilə gələndə ki, sonra ömrü çatmadı, onun deməli şagirdi İsvismarın başladı. Şərt nə idi? Bu əraziləri Allah bizə verir. Yaxşı da, gir yaşa da. Yox, girməmişdən qabaq o ərazidə yaşayan bütün insanların başı kəsilməlidir. Ondan sonra girib yaşayacaq. Ondan sonra. Yəni bu dərəcədə, bu Tövratın öz yazdığını deyil. Yəni bu dərəcədə mürtəci, qəddar, belə bir şey olar mı? Heç təsadüfi deyil ki, 1975-ci ildə BMT Baş Məclisi bu Siyonizmi irqçi ideologiya kimi qadağan edib. İrqçi, yəni bu faşizmlə bunun heç bir fərqi yoxdur. İkinci də bu faşizm olmağının da qüvvətlərində Siyonizmin ikinci postulatı var. Deyir ki, Allah bizi başqalarından üstün yaradıb, biz Allahın sevimli və seçilmiş xalqıyıq. Məsələn, biz bunlara oxşayan şəkil, biz onlarla bərabər ola bilmərik, onların dediyini deyirəm də. Allah ona görə bizlə yaradıb ki, bundan nökərsiz qalmasın. Bütün o sərvətlərdən, nə bilim, qidadan, təbii ehtiyatlardan bundan istifadə elədiyi kimi, bundan nökərsiz də qala bilməz abi. Yerdə qalan bütün insanları Allah yaradıb ki, onlar da bu yəhudilərə nökər olsun. Yəni ona görə də İranın nə eləməyinin asılı olmayaraq, bunların bu Siyonizmin, bu, necə deyirlər, bu yırtıcı, təcavüzkar xarakterini dəyişə bilməz. İndi İranda dini teokratik rejim var. Mən dəfələrlə demişəm, burada bir də fürsətdən də istifadə, bir də deyim ki, mən dini teokratik dövlətin tərəfdarı deyiləm. Mən dünyəvi və demokratik dövlətin tərəfdarıyam. Mesela Avropa, müsəlman ölkələri üçün Avropa tipli demokratiya yaratmaq biraz çətindir, istəmirlər də, biraz avtokratizmə meyildir. Heç olmasa Türkiyə tipli, İranda dünyəvi və demokratik dövlətin tərəfdarıyam. Amma buna icazə vermiş, məsələn, Şimali Koreya bu dəqiqə dünyanın ən qəddar diktaturasıdır. Onda zəhmət çək, hünaya çatır, ged orada o diktatorunu dəyiş. Yəni deyirsə, onun əlində nüvə var deyə bunu eləyə bilmir. Dəyişə bilirsən. Onun nüvəsi var deyə bunu eləyə bilmir. Bəli, ona görə də o vaxtda da bu nüvə silahının azaldılması söhbətindən də uzun müddət danışıqlar gedəndə də o vaxtda Tetçerində məşhur bir sözü vardı. Çox tarix ərgəyə düşdü. Deyir ki, nüvə silahı istifadə olunması üçün yox, çəkindirmə vasitəsi kimi istifadə olunur. Doğru. O ki, qaldı o taktiki nüvə silahının Fikret müəllim dediyi kimi tətbiqinə, Rusiyanın da Ukraynaya qarşı bundan istifadə olunacağından çox söhbət gedirdi. Artıq müharibənin 5-ci ilindən də 2 ay geridə qalıb,
Yəni nüvə silahını tətbiq eləmək elə də asan məsələ deyil. Amma bu gün amma BMT bir nümayəndəsi, o da müsəlmandır, adı Məhəmməd, soyadını unutdum. Hər halda çıxdı, istefa verdi, amma bu açıqlamanı verəndən sonra ABŞ İrana qarşı nüvə silahı istifadə edəcək dedi. Yəni bununla bağlı bir həyəcan, bir çağırış etdi. Edəcəksə, nəticəsi çox pis qutara bilər. Birinci, İranın əlində tam nüvə silahı yaratmaq üçün 460 kiloqram zənginləşmiş uranın olduğundan danışırlar. İran özü də. Bəs bayaq deyirdiniz ki, İrana bu lazım deyil. Bəs bilirdiniz ki, onunla bağlı Xamneyinin fitvası var, filanı var. Bəs o zaman əlində bu zənginləşdirilmiş. Məni sözdən tutursuz, daha haqlısınız. Amma o bir tərəfdən də Xamneyi din baxımından demişdi. Amma artıq bıçaq sümüyə dirənəndə başqa çara da qalmır da. İranın əlindəki zənginləşmiş urandan bəziləri 18 atom bombası, bəziləri 10 atom bombası yaratmaq kifayət eləyir də. Təsəvvür eləyin də, elə deyəsən, Fransalı bir məşhur bir adam deyir ki, İsrail deyir ki, bir bombalıq ölkəsən, bir bombalıq. Yəni, mən belə ehtimal edirəm ki, İranın əlində atom silahı artıq var. Elə bu dərəcədə yüksək raket texnologiyasını həyata keçirə bilən ölkə üçün onu yaratmaq da öyle çətin olmamalıdır. Məsələn, mən o tarixlərinə çox baxmışam. Pakistanda nüvə silahının yaradılmasında ən çətin, o ki, Əbdülqadir xan onun rəhbəri idi, ən çətin məsələ o zənginləşdirilmiş uran əldə etmək üçün o sentrifuqaların yaradılması idi. Bütün bunların hamısını İran keçib. Qalır o nüvə silahının əsas öz texnologiyası, çertoloji. Mən cümləyəm ki, var. Əgər taktiki silah atılsa İrana, İran məcbur qalır, bircə dənə tel əvvə, bircə dənə bomba atsa, təsəvvür edin ki, İsrail yoxdur.